2017-ci ildən Azərbaycanda icma əsaslı məktəbəqədər təhsil modeli tətbiq olunur. Bu model uşaqların keyfiyyətli təlimə çıxışını genişləndirir, valideynlərin maariflənməsinə töhfə verir və təhsil mühitində yeni yanaşmaların tətbiqinə şərait yaradır. Layihə çərçivəsində 1158 məktəbdə 1600 qrup təşkil edilib. 24 mindən çox uşaq məktəbəqədər təhsilə cəlb olunub. Onlar arasında Xızı rayonu Ağdərə kəndinin balaca sakinləri də var. Muxtar balam, rəqəmləri tanıyırsan? Bəli. 1-dən 5-ə qədər saya bilərsən? Say görüm. 1, 2, 3, 4, 5. 5-ə qədər. Bilirəm, artıq da saya bilirik. Bugünkü mən dərsim sənə 1-dən 5-ə qədər say deməkdir. Və tərsinə say görüm. Pləkanı qalxdıq yuxarı 5-ə qədər. İndi aşağı düşək. 5, 4, 3, 2, 1. Afərin. Muxtar 5-i əlində barmağınla görsət. 1, 2, 3, 4, 5. 5. Burada rəqəmlərdən 5-i tap mənə görsət. 5. Afərin. Fəxrənsə Məmmədova uzun illər təhsil sahəsində çalışıb. Uşaqların savadlı böyüməsində zəhməti çoxdur. Hazırda Ağdərə kəndində icma əsaslı bağçada müəllim işləyir. 5 şagirdi var və onlar üçün əlindən gələn hər şeyi edir. Şəhər bağçalarında işləmişəm uzun müddət, 18 illik stajım var. Sonra bura köçəndən 13-cü ildən bəri mən məktəbdə kitabxanaçı kimi fəaliyyət göstərdim. Artıq 2025-ci il, yəni oktyabrın 1-dən burada icma əsaslı məktəbəqədər təhsilin qrupu açıldı və mən də çox belə ürək açıqlığından, çünki mən uşaqları çox sevirəm, uşaqlarla işləməyi çox sevirəm. Ona görə də ürək açıqlığından uşaqlarımla da işləyirəm. Nədir? Hüseyin. Neçə yaşın var? 5 yaşım var. Müəllimən xoşa gəlir dərs keçməyə. Bəli. Çox istəyirsən müəllim? Bəli. Böyüyəndə nə olmaq istəyirsən? Polis. Polis olmaq istəyirsən? Bəli. Ən çox xoşladığın dərs var? Hansısa dərs xoşlayırsan? Bəli. Sən hansı dərsi xoşlayırsan? Ehliyat. Riyaziyyatı xoşlayırsan? Muxtar, sən böyüyəndə nə olacaqsan? Yanğın söndürən. Yanğın söndürən. Sən böyüyəndə nə olacaqsan? Sürücü. Niyə sürücü? Sürücülər. Xoşlayırsan? Maşın sürməyi xoşlayırsan? Bəli. Müəllim deyir ki, uşaqlar Azərbaycanın gələcəyi, torpaqlarımızı qoruyan əsgərləridir. Vətənə layiqli vətəndaş olmaları üçün doğru təməl kiçik yaşlardan qoyulmalıdır. Bizim vətənimiz haradır? Azərbaycan. Azərbaycanın paytaxtı hansı şəhərdir? Bakı şəhəri. Bakı şəhəri hansı dənizin sahilində yerləşir? Xəzər dənizi. Uşaqlar, Xəzər dənizindən nə çıxarılır? Neft, qaz, balıq. Uşaqlar, bizim milliyyətimiz, biz kimik? Azərbaycanlı. Azərbaycanlı, bəli. Dilimiz hansı dildir? Azərbaycanlı. Prezidentimiz kimdir? İlham Əliyev. Ulu öndərimiz? Heydər baba. Heydər baba. Uşaqlarla işləmək, onlara vacib bilikləri aşılamaq çətindir. Lakin Fəxrənsə xanım bunu əyləncəli yolla izah edir. Yəni oyunlar oynayaraq. Dayan. Hazırlaş. Fəxrənsə Məmmədova məhdud imkanlarla böyük işlər yaradır. Onun səbri, zəhməti və əzmi sayəsində Ağdərə kəndində yaşayan uşaqlar təhsil yolunda uğurla addımlayacaqlar.